Tarix Əliyevin verilişində Zeynəb Həsəni oturub və Tolik ona deyir ki, bayağı ifaçıların içində adın olsa da, amma heç vaxt bayağı ifaçı olmamısan. Zeynəb də cavab verir ki, hə, mən bayağıların içində olsam da, mən onlardan olmamışam, ən böyük ulduzam onların içərisində. Əvvəla, əziz Tolik, nə vaxt Zeynəb bayağı adlanmayıb ki? Elə Zeynəbi tanıdığımız gündən bayağı müğənni adlandırmışıq da. Kim deyir ki Zeynəb bayağı deyil? Zeynəb də özü haqqında orada bir böyü danışır. Bilirsiniz niyə bayağı müğənnilərə hörmət yoxdur? Bax elə Zeynəb kimi danışanlara görə. Çünki siz olduğunuz yerdən utanırsınız ki, siz hardasınız. Siz estradada qəbul olunmursunuz. Öz janrınızı da aşağılayırsınız. Mən orada deyiləm. Sən fəxr elə ki, sən onların içindəsən və bugün tələbatlısan. Nə var burada utanmalı? Adama sual verərlər. Bəs sən hardasan? Anam, bacım, qız gəlin. Hardasan? Bəlkə caz ifaçısısan, bizim başımız çıxmır. Tolik, sən də pafosla tərifləyirsən, mən şoka düşürəm. Sən onların sırasında olmamısan. Röyanın, Zülfiyə xanımın, Aygün xanımın, Tünzalə xanımın yanında olub. Biz bilməmişik əlbət. Adın əzəldən elə bayaqlarla çəkilib də, əzizim. Niyə utanırsan ki, olduğun yerdən? Burada utanmalı nə var ki? Yenə deyirəm, sən fəxr elə ki, birincisi oradasan. Və onların hesabına, onların adın hallanır. Onlar kimi ifa edirsən deyənə sən bugün toya aparılırsan. Sən bugün toya gedəndə kimlərlə gedirsən? Elə o bayaqlarla gedirsən də. Bəlkə Zamiqlə gedirsən, Abbasla, Eltonla gedirsən, xəbərimiz yoxdur. O bayaqların içində bilirsiniz niyə? Elə ən uğursuzlarından biri sizsiniz. Çünki olduğunuz yerdən xəcalət çəkirsiniz. Bilirsiniz niyə Şəbnəm, Vəfa öz yerlərinin birinciləridir? Çünki o deyir, mən bu janrda ifa eləyirəm və bu janrdan utanmıram. Mən bu janrın elə ən yaxşı ifaçısıyam. Necə vaxtında Damla utanmırdı. Və Damla adı bərabər çəkilirdi. 2 nəfərin adı çəkilirdi. Şəbnəm, Damla, Şəbnəm, Damla. Damla da utandı, çəkindi, janrını dəyişdi, keçdi estradaya və bayağılıqdan çıxartdı da özünü. Amma siz bayağılar kraliçası ola-ola olduğunuz yerdən utanırsınız və çıxırsınız deyirsiniz ki, mən onların içində deyiləm. Heç gör səni estradada qəbul eləyən var, popda səni qəbul eləyən.